Gözümün altına bu kremi çəkəndə peşman oluram. Çünki hamı hansı konsilerdən istifadə etdiyimi soruşur. Deyəndə ki, bu adi kremdir, heç kim inanmır. Bu gözaltı krem başqa kremlərdən çox fərqlənir, çünki qatı strukturasına malikdir və sürtəndə anında gözaltı qaraları götürür. Dərini blur, parlaq edir. Dərini çox yaxşı qidalandırır və bunun sayəsində bütün qırışları açır. Çoxları bu kremi tərifləyirdi, ancaq mən bunu sınayana kimi inanmırdım. Yayda makiyaj etməyi sevmirsinizsə bu kremi mütləq alın. Bu kremin tərkibində Matrixil 3000 adlanan çox güclü peptid kombinasiyası var. Elmi tədqiqatlar nəticəsində məlum olub ki, bu peptid kompleksi gündə 2 dəfə 2 ay ərzində istifadə edənlərdə dərin qırışların sahəsi 45% azalır. Dərinin elastikliyi isə 20% çoxalır. Həm də ki, bundan da əlavə bu kremin tərkibində kofein, yosun ekstraktı kimi, avokado yağı skvalan kimi çox güclü komponentlər var. Və bunun sayəsində bu krem çox yaxşı qırışları da açır, qaralıqları da ağardır, şişkinliyi də götürür. Bu kremdən sonra sizə konsiler lazım olmayacaq. Linkini həmişəki kimi storydə paylaşacağım.